TOEFL bir strateji imtahanıdır. Burada uzun-uzadı düşünmək üçün vaxt yoxdur. Speaking əsasən uşaqlar üçün ən stressli bölmə hesab olunur TOEFL imtahanında. Real exam mühitə yaradırıq ki, uşaqlar burada real imtahan necə olacağını artıq imtahana girmədən əvvəldən practice etsinlər. Şeinkast'ın ikinci buraxılışına xoş gəldiniz. Bugün yanımızda IELTS və TOEFL müəllimimiz Humay müəllimə var. Humay müəllimə xoş gəldiniz. Xoş gördük. Humay müəllimə, birinci istəyərdim ki, sizi tanıyaq. Humay müəllimə kimdir? Haralarda təhsil alıb? Əlbəttə. Mən Humay Şəbiyeva, artıq 5 ildir ki, ingilis dil müəllimi kimi fəaliyyət göstərirəm. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində, magistr təhsilimi isə Birləşmiş Krallıqlarda Swansea Universitetində bitirmişəm. İndi isə Shein Akademiyada IELTS və TOEFL müəllimi kimi fəaliyyət göstərirəm. Bugün Humay müəllimə ilə birlikdə TOEFL imtahanı barədə çox maraqlı mövzulara toxunacağıq. Humay müəllimə, sizə ilk sualım belə olacaq ki, bildiyiniz kimi TOEFL-da ciddi dəyişikliklər oldu və çoxları hələ də köhnə sistemlə hazırlaşır. Nələr dəyişdi və tələbələr yeni sistemdə nələrə diqqət etməlidirlər? TOEFL imtahanında ən böyük edilmiş dəyişiklik artıq strukturun daha da sadələşməsi və müddətin qısaldılması olur. Əvvəllər uşaqlar 3 saatda bitirirdilərsə, artıq 2 saat müddətində imtahanı bitirə bilirlər. Amma sectionlar üzrə bölsək, artıq listening və readinglər daha qədər qısaldılıb və ən böyük dəyişiklik isə writing-də edilir. Independent task artıq çıxarılıb, onun yerinə academic discussion essay tutur. Yəni uşaqlar burada hər hansı bir mövzu haqqında discussiona qatılaraq öz fikirlərini səlis və aydın şəkildə bildirməlidirlər. Yəni belə ümumilikdə götürsə, artıq TOEFL bir strateji imtahanıdır. Burada uzun-uzadı düşünmək üçün vaxt yoxdur. Uşaqlar strukturlu şəkildə fikirlərini aydın və səlis şəkildə ifadə etməlidirlər. Humay müəllim, TOEFL Speaking-də 45 saniyə verilir tələbəyə öz fikrini aydın bir şəkildə çatdırmaq üçün və bu 45 saniyə ərzində fikrini çatdırmaq biraz çətindir və stressli bir məqamdır. Tələbələrə nə tövsiyələr verə bilərsiniz bu barədə ki, 45 saniyə ərzində səlis bir şəkildə fikrini ifadə edə bilsinlər? Çox düzgün vurğuladınız. Speaking əsasən uşaqlar üçün ən stressli bölmə hesab olunur TOEFL imtahanında. Bunun üçün mən tələbələrə əsasən tövsiyə edirəm ki, düzgün strukturdan istifadə etməlidirlər. Çünki 45 saniyələri var, mikrofon açıqdır, heç bir düşünmək üçün vaxt yoxdur və həmin an fikirlərini səlis formada ifadə etməlidirlər. Və mən bunun üçün uşaqlara müəyyən mövzularda hər bir mövzuya adaptasiya edilmiş struktur verirəm. Strukturun əsas məqamı isə uşaqlar burada suala ilk növbədə cavab verməlidirlər, müəyyən bir introduction-dan istifadə etməlidirlər, daha sonra mövzuya uyğun bir səbəb gətirməlidirlər, onu izah edib nümunə verib, sonda isə mini bir conclusion verməlidirlər. Əsasən ümumi template budur imtahanda istifadə edilən. Digər bir strategiya isə ola bilər ki, uşaqlar filler sözlərdən çox istifadə edirlər. Bu isə skorun aşağı olmasına səbəb olacaq. Daha çox deyərdim ki, thinking phraselərdən istifadə etsinlər. I would say that, that's interesting question. Bu tipli sözlərdən, ifadələrdən istifadə edir. Artıq onların düşünmək üçün vaxtı da olur və sizlərin düşüncələrini səlis şəkildə ifadə edə bilərlər. Üçüncü sualım sizə belə olacaq ki, əslində bu sual da tələbələrimizə çox xeyri dəyəcək bir sualdır. TOEFL-a hazırlaşan tələbələrin ən çox etdiyi və özlərinin belə fərqində olmadığı səhvlər nələrdir? Mənim müşahidələrimə əsasən tələbələr hal-hazırda passive preparation edirlər. Yəni sadəcə o TOEFL saytına gedirlər, orada imtahanı keçirirlər və sonda skora baxırlar. Amma heç bir tələbə geri dönüb səhvlərini analiz eləmir. Bu da ən böyük səhvlərdən biridir. Ona görə mən hər zaman tələbələrə tövsiyə edirəm ki, məsələn, listening işlədiniz, mütləq şəkildə geri dönün, onun transkriptinə baxın, hansı sözün pronunciation'ı bilməmisiniz, onu mütləq şəkildə qeyd edin ki, ikinci bir dəfə test edəndə eyni səhvi etməyəsiniz. Və digər bir yanlış isə ola bilər ki, uşaqlar real exam simulyasiyası etmirlər. Yəni evdə rahat bir şəkildə sadəcə o saytda imtahanı işləyirlər, amma imtahana gəldikdə isə artıq o stressə düşürlər, nə edəcəklərini bilmirlər, ona görə də aşağı skor alırlar. Buna görə mütləq şəkildə özlərinə time management qurmalıdırlar. Speaking müddəti 45 saniyədir, onu keçməməlidirlər. Səslərini çalışsan rekord eləsinlər, öz səslərinə qulaq assınlar, nələri səhv etdilər, nələri daha yaxşı deyə bilərlər. Bu tipli practice etsələr, mən düşünürəm ki, daha yüksək skor ala bilərlər. Həmçinin bu exam simulyasiyası üçün kursların da bir rolu böyük olduğunu düşünürəm, elədir? Bəli, təbii ki. Bizim kursumuzda biz tələbələrə official TOEFL saytlarında testlər işlətdik və çalışdığımız qədər uşaqlar üçün real exam mühitə yaradırıq ki, uşaqlar burada real imtahan necə olacağını artıq imtahana girmədən əvvəldən practice etsinlər. Humay müəllimə, çox sağ olun gəldiyinizə görə, bizimlə bu faydalı məlumatları bölüşdüyünüzə görə.
Və gələcək rubrikalarımızda əgər sizin də TOEFL barədə suallarınız varsa, şərhlərdə qeyd edə bilərsiniz və növbəti rubrikalarımızda sizin şərhlərinizi cavablandıra bilərik. Sharecast'ın ikinci rubrikasının sonuna gəldik. Gələn rubrikalarda fərqli qonaqlar və fərqli mövzularla görüşənədək.